Burada mən istərdim bizim hörmətli Türkiyənin prezidenti Erdogana bir sual da. Bax bu erməni olan şəxs deməli Türkiyədə Andranik Ozanyanın deməli nəticəsidir. Onun nə məqsədlə, nə maraqınız var, onu vəzifəyə gətiribsiniz. Yəni bunu hamı deyir. Yəni baş kəsənin, Türklər onun qulağını da kəsiblər hətta. Onun nəvəsidir, nəticəsidir nədir, onun nə mənası var idi? Bax, maraqınız nədədir, onu vəzifəyə gətirirsiniz. Qoyursunuz işə. Bu baş kəsənlərdən siz nə istəyirsiniz? Ay, deməli, hörmətli cənab Erdoğan, bax, onları bir dəfə siz demişsiniz ki, bax, bütün gün deyirsiniz ki, İsrail öldürür. İsrail Türk'ü öldürüb yox, Türk'ün torpağını alıb yox. Onu ərəblər baş kəsirlər, farslar baş kəsir, ermənilər baş kəsir. Yaxşı, siz bugün deyirsiniz ki, uşaqları 20 min uşaq öldürür, nə bilim 70 min deməli ahalini öldürübdür. Yaxşı. Azərbaycanda nə qədər ermənilərlə, farslarla, Yasir Arafatın vaxtından ki, ermənilərə 10 milyon dollar göndərib ki, Xocalıda Türklərin başını kəsinlər. Nə qədər farslar ermənilərlə bir yerdə Türkləri 50-ci ildə oda atırmışlar. Nə qədər farslarla Palestinlər, ərəblər, Hafiz Asaddır, Bəşir Əsəddir, Türk uşaqlarını götürüb şirin ağzına atırmışlar. Nə qədər bu ərəblər sizin arvadlarınızı Suriya qaçqınına gələn Türk xanımlarını aparıb zorlayırlar, uşaqlarını zorlayırlar. Nə qədər ərəblər dəvənin altına atırlar qızları, eşşəyin altına atırlar qızları. Siz bir dəfə demirsiniz ki, Köçəryan, Sarkisyan, bu o Minasyan generaldır, onların o Serj Sarkisyanıdır, Köçəryandır. Niyə qalx deməli tribunalına gətirmirlər? Niyə Azərbaycana təhvil vermirlər? Niyə siz elə İsrail deyirsiniz? 15 min Türkün başını Fələstin kəsməyibdi 15-ci ildə. Niyə bu Fələstin? Niyə İsmail Xanı öpüşür? Niyə Mahmud Abbas Türkləri terörist adlandırır? Gedir ermənilərlə öpüşür, qucaqlaşır Mahmud Abbas. Və siz bu nə oyunu oynuyorsunuz? Bu nədir bu?